Yoğurma qabına 200 ml süd, 200 ml su əlavə etdim. Qeyd edim ki, istifadə etdiyim süd və su hər biri ilıq formadadır. Üzərinə 1 çay qaşığı quru maya, 1 çay qaşığı şəkər tozu əlavə edib, süd və suyun içərisində tam həll etdim. Öncədən ələdiyim 4 stəkan un əlavə edib qarışdırıram. 1 çay qaşığı yarım duzdan da istifadə etdim. Yaxşı olar ki, siz də istifadə etdiyiniz unu ələdikdən sonra istifadə edəsiniz. Xəmirin üzərinə yenə də 2 stəkan un əlavə edib indi səlimlə xəmir yoğururam. Həfif ələ yapışan yumşaq bir xəmir alındı. 500 qram kartofun qabığını soyub, qaynatdıqdan sonra suyunu süzüb üzərinə zövqə görə duz, qara istot əlavə edib əzirik. Xəmir artıq mayalandı, hazırdır. İlk öncə xəmirin havasını alırıq, xəmirdən maya qoxusu gəlməsin deyə. Kündələr hazırlayırıq. Mən hər biri təxminən 30-35 qram olmaqla 30 ədəd kündə hazırladım. Kündələr hazır olduqdan sonra üzərinə dəsmal salıb təxminən 15-20 dəqiqə daha gözlədik. Ardından ilk hazırlamış olduğumuz kündədən başlayaraq pirəşkiləri hazırlayırıq. Xəmir bir qədər yumşaq xəmirdir. Əgər açan zaman əlinizə yapışarsa bir qədər duru yağdan istifadə edə bilərsiniz. Hazır olduqdan sonra üzərinə dəsmal salıb yenə də 15 dəqiqə müddətində gözlədirik. Nə çox gür odda, nə də çox qısıq odda bişirmək olmaz. Orta odda bir üzünün qızarmasını gözləyirik. Uşaqlıqdan bəri hər birimizin sevdiyi pirajki. Pirajkinin xəmiri və içliyi bir neçə cür hazırlanır. Mən də bu gün sizinlə ən sadə üsulla hazırlayaraq bölüşdüm. O qədər dadlı, o qədər ləzzətli bir pirajkidir ki, hər birinizə tövsiyə edirəm.